Quran-ı Kərimdə Allah möminlərə xitaben buyurur ki, ya eyyuhəllezine amenu la təttəbi'u xutuvatiş şeytan. Buyurur ki, ey iman gətirənlər, ey möminlər, şeytanın xutuvat sözünü belə tərcümə eləmək olar. Xutvə addım deməkdir. Oğru oğurluğa gedəndə ahəstə necə addım atır, məsələn ki, eşidilməsin, hiss olunmasın. Oğrunun oğurluğa getdiyi zaman atdığı addımlara xutvə deyirlər ərəblər. Xutuvat, xutvənin cəmidir. Deyir ki, ey iman gətirənlər, şeytanın sizə o xutuvatından, sizə doğru o hərəkətlərinə tabi olmayın. Onun vəsvəsənin bu şəkildə formasıdır. Asta-asta sənə nüfuz eləməsindən qorunun, yəni ona tabi olmayın, təslim olmayın. Quran buyurur ki, şeytan belə ahəstə-ahəstə bizim həyatımıza daxil olur. Sahabələrdən bir dəstəsi gəldi, dedilər, ya Rasulallah, biz sizin yanınızda olanda qəlbimizdə qəribə bir hal olur, mələkutu görürük az qala. Biz xutbələrdə oturanda biz qeybi görürük elə bil, cənnəti, cəhənnəmi görürük. Sizin yanınızdan uzaqlaşıb gedəndə iş, güc, problemlər, məsələlər, bizim o halımız dəyişir. Biz o halı itiririk. Bu münafiqlik əlaməti ola bilərmi? Münafiq kimə deyirlər? Sənin yanında bir cürük, səndən qıraqda başqa cür. Bu münafiqlikdir. Peyğəmbər buyurdu, xeyr, bu münafiqlik deyil. Münafiqlik deyil. Zalikə xutuvat. Bu şeytanın sizə olan həmlələridir. Xutuvat-ı şeytan. Bu şeytanın sizə olan həmlələridir. Mənim yanımda olanda, xutbə eşidəndə, zikir məclisində təsir eləyə bilmir sizə. Necə Ramazan ayında fikir vermişsiniz, adamın halı başqa cür olur. Namazları vaxtında qılır, səhər sevinclə oyanır. Cəmaət elə bilir ki, yeməyə dururlar. İnanın, yox. Sırf yemək məsələsi deyil. İnsan rahat durur, rahat nəfəs alır. Amma ay çıxandan sonra birdən görsən halın getdi. Peyğəmbər buyurur ki, siz mənim yanımda belə haldasınız. Məndən uzaqlaşan kimi o halı qoruya bilsəz, buyurur ki, göyləri, yerləri müşahidə edərsiniz, yəqinə çatarsınız. O halı qoruya bilsəz. Şeytan belə bir varlıqdır ki, azdan başlayır və aza qane olmur. Bir boşluq tapılır səndə, səbirlə yavaş-yavaş işləyir ta səni tam məğlub eləməyənə qədər. Ona görə də Allahı görməklə yanaşı şeytanı da biz görməliyik həyatımızda. Hər bir halda və hadisədə düşməni tanımaq və onun metodlarından xəbərdar olmaq, bu çox önəmli məsələdir. Mömin adam necə adamdır? Mömin insan hər bir pis hadisə baş verən kimi dərhal şeytanı düşünür və onun roluna baxır ki, şeytan necə elədi bunu? Hər məqamda. Eşitmişsiniz, yaşlılar deyirdi, indi də az çox işlənir. Məsələn, nəsə biri-birinə sözü səb gələndə deyir, lənət şeytana, Allah şeytana lənət eləsin. Deyirəm, bununla sənin davon düşüb şeytanla nə işin var? Amma bu ağıllı sözdür. Hər bir pis hadisədə onun izini görmək, onun planını hiss eləmək, bilmək özü böyük məharətdir. Şeytan bizim üçün zarafat predmeti olub. Buynuzlu bir varlıqda şeytan belə, cin belə. O bəzilərin o evimdə cin var, qabları dağıdır, bəhsi deyil bu. Nəmində bir dənə nəsə külək əsir, qaf düşür, deyir, cin gəldi, evdə qablarımı dağıtdı, nəmləyinədir. Bu mövzu deyil, bu strateji mövzudur. Quran deyir ki, bu təqvalı adamların əlamətidir. Şeytan onlara nüfuz eləyən kimi dərhal Allaha pənah aparırlar. Allah bizə şah damarımızdan yaxındır, elədir, özü deyir. Bir şah damarınızdan sizə yaxınam. Onunla paralel olaraq Allahın düşməni də onun o qədər də olmasa, o da bizə yaxın olan varlıqlardan biridir. Allahdan möhlət istəyib, Adəm yaranan gündən möhlət istəyib ki, mənə möhlət ver, mən bunları azdırım. O möhləti niyə görə istədi? Niyə görə? Ona görə ki, Allahı tanıyırdı. Allahın sünnətlərindən agah idi. Nədən bildi ki, Allah ona müsbət cavab verəcək, o möhləti verəcək? Çünki bilirdi, onun xilqətdə yeri boşdur. Onu bilirdi. Şeytanı elə belə saymıyor. Çox şey bilir. Çox şeydən xəbərdardır. O bilir ki, Allah azad varlıq yaradır. Onu başa düşür. O başa düşür ki, mənim bu Allahın dəstgahında bir yerim var, o boşdur. Mən o yeri tuta bilərəm.
Bir-iki günün namaz qılanı değildi. Şeytan Allahın dərgahında bir məqam sahibi olan varlıq idi. Məqam sahibi, bilgi sahibi, məlumat sahibi olan bir varlıq idi. Dərgahında yaxın yerdə idi, Allahın dərgahında. O başa düşür ki, yaradılış məqsədi nədir? Azad varlıqdırsa buna nüfuz eləmə imkanı var. Hidayət yollarını bildiyi üçün zəlalət yollarını bilir. Şeytanı elə belə bilmir. Məsələn, bir arif sözü yaxşı sözdür, onun barəsində işlətmək istəmirəm, amma təxminən belə bir şeydir. Arif demək olmaz şeytana. Amma yəni o qədər məlumatlıdır bu işin, bu yolun qaydasını bilir, gözəl bilir. O bilir ki, azdırma yolu var bu məxluqun, yaranan kimi başa düşür və özərinə o missiyanı götürür. Elə belə demir ki, mənə möhlət ver, yox, başa düşür bunu. O rolu Allahdan istədi. İlahi, mənə də bir rol ver. Sən ki, bu yaradılış dəstgahında bir azad varlıq yarattın, mənə bir rol ver ki, onu ifa eləmək istəyirəm. Allahla məntiqlə danışdı, dedi, bunu imtihan eləmək istəmirsən? Bəli. İstəyirəm, mən prosesdə iştirak edeyim. İmtihan prosesində mən də olum. Niyə bunu istədi? Çünki xəbərdar idi. Allahı tanıyırdı, yaratdığı insanı tanıyırdı. Birdən ağlına gəlmədi. Allah da deyə, hə, yaxşı fikirdir. Belə olmadı. Bu planlı bir şeydir. Bu, bunun bilgisinin, məlumatının, mərifətinin nəticəsidir. Dedim, mən bu oyunda olar iştirak edeyim. Mən bu oyunda iştirak eləmək istəyirəm. Allah möhlət verdi. Get. Azdırdıqların sənin olsun. Kim azdıra bilsin, sənin olsun. Gördü, qəbul elədilər. Dayanmadı ki. Nə qədər istəyə bilərdi, istəyirdi. Bu, onu Allah tanımasının nəticəsidir. Prosesi bilməsinin nəticəsidir. Dedi ki, imkanlar ver, mənə belə olmaz. Sən buna fitrət vermirsən, vicdan vermirsən, ağıl vermirsən, peyğəmbərlər göndərsən, bu insanın imkanları. Mənə də imkan ver. Mən də buna təsir mexanizmim olmalıdır. Necə, nə istəyirsən, sayıları qədər köməkçilərim olmalıdır. İndi burada oturmuşsunuz, hamımızın bir şeytanı var, mən qarışıq. Bu məcazi deyil, dəqiq belədir. Hamımızın sənin şəxsi şeytanındır bu, səni tanıyır. Bütün boşluqlarını bilir. Səni sən qədər tanıyır. Kim onu hiss eləyir? Hiss eləmədiyimiz qədər dinimiz zəifdir. O adamlar hiss eləyir ki, təqvalıdır. Bilir ki, bu mənim yanımdadır, məndən xəbərdardır, məni tanıyır da. Bilir də, bu nə yuvanın quşudur bilirəm. O şeytan onu yaxşı bilir. Bütün boşluqları, yəni sənlə məşğuldur. İşi sənsən, sən. O sənin üçündür. O Allahdan bunu istədi. İndi bax, saat hamımızın şeytanı yəqin ki, narahatdır. Ki, haradasınız, niyə buradasınız, niyə bu sözləri eşidirsiniz? Ümumiyyətlə, narahat varlıqdır. Şeytan narahat varlıqdır. Narahatlıq onun əsas əlamətidir. Və bu saat təhrik olur ki, buradan çıxanda, burada əldə olunanı necə dağıdım? İşinin adı budur. Siz də əla tanıyır, hamımızı gözəl tanıyır. Yəni, bəlkə də özünüzdən öz zəifliklərinizi daha yaxşı bilir. Sonra nə istədi? Dedi, görmürlər onlar məni, hiss eləmirlər, mənə bir icazə ver, qan necə damarda hərəkət eləyir, mən elə hərəkət eləyim, elə incə çatdırım ki, bilməsin mən dedim, o qədər yaxın olum ona. Allah da qəbul elədi. Deyirsən, ayının dayısı olsan, yoxsa mənim. Adəm əleyhissalam da qıraqdan baxır, deyir, ilahi, neyinirsən, sən bunun adamsan ya mənim, bunun tərəfdarısan ya mənim. Allah dedi ki, yox, sənə də bir şeylər verəcəm. Pis fikir gələndə günah yazmayacağım, yaxşı fikir və savab yazacağım. Bir iş gördünsə 7 saat vaxt verəcəm tövbə elim. Danışır da o barədə danışmaq istəmirəm. Allah nə istədisə qəbul elədi. Deyə bilərsən ki, Allah niyə elədi? Çünki Allah səni sevir. Səni çox istədiyindən şeytanı sənin canına salır. Bilirsən, rəqiblə gərək, məşqçi kimdir? Məşqçi adamı rəqiblə döyüşdürən adamdır da. Güclü rəqiblə çıxardır ki, sən onu yıxasan, qalib olasan. Məşqçi belədir, yoxsa boş-boşa məşq elətdirsin. Şeytanı xəlq eləyib səni sevdiyinə görə ki, sən onu əzəsən, ucalasan. O ilə çarpışmada qalib gələsən. Ona görə şeytan xilqəti də Allahın sevgisidir. Şeytanın öz lənətli olması öz yerində. Bunun hamısını danışdım. Nəsə bugün beynimə gəldi bu haqda danışım ki, onun rolunu görəsiz həyatımızda, görək həyatımızda. Bir əsəbi gəldi sənə nəsə ağır söz dedin, birinci Allah lənət eləsin şeytana, gör bunu nə günə qoyub, bu belə adam olmamalı idi. Əvvəl onun rolunu, onun izini gör. Hədislərdə var, imamlar bizə başa salıb ki, onlar necə hərəkət edirlər, müşavirə keçirdirlər, trening, kurslar, müasir dillə desək. Həqiqətən,
təlim verir deyir. Necə eləyin, necə eləməyin. İmamlar bundan danışır. Kərbəla hadisəsinə işarə edeyim icazənizlə. Kərbəla hadisəsində İmam Hüseyn əleyhissalam danışır. Məsələn, hay salırlar. Onun hiləsidir. Ən həssas məqamda bəlkə də İmam Hüseynin səsi qulaqlara çatsaydı, oradan hidayət olan çox olacaqdı. Təhrik eləyir öz dostlarını, Ömər Sədi filan, deyir, səs salın eşitməsinlər. Hiss olunur ki, bunda onun planı var, elə bir otaqda oturub, prosesi idarə eləyir. Deyir, bunu real görməsən mömin deyilsən. Şeytan Allah lənət eləsin, qıraqda dayanıb yox, səndən məşğuldur. Bu dərəcədə hiss eləməlisən onu. Bu dərəcədə hiss eləməlisən. Harada zülm gördün, harada zülm hiss elədinsə, bil ki, onun orada əli var, onun orada barmağı var. Axırda bunu deyim, sözümü yekunlaşdırım. Məktub yazır İmam Hüseyn Kufə cəmaatına. Haçan yazır, hür gəlir mühasirəyə alır İmam Hüseyn. Məktub oturur, yazır. Elə bil, proses şəhadətə doğru gedir. Kufə cəmaatından tam naümid olur, ümidsiz olur və oturur məktub yazır. Məktubun mətninə baxın. Təbii ki, mətnini oxumayacağım, bir cümləsini deyirəm. Yazır əvvəlində ki, nə oldu da yəni sizə? Nə oldu deyəndə Peyğəmbərin bir hədisini deyir, Peyğəmbərdən danışır və birinci müraciət olan onlarla bağlı bu kəlməni yazır. Buyurur və qədə alimtum ənə haulâil qavm ləzimu ta'atəş-şeytan. Deyir ki, bu qövm ki, mənlə indi təhrik olub mənlə vuruşmağa, bunlar şeytanın bəndəsi olmağını haqq elədilər. Bunlar şeytanın bəndəsi oldular. Allaha bəndəlikdən çıxdılar, şeytanın itaətinə keçdilər, bu proses baş verdi. Şeytanın rolunu Kərbəla hadisəsində İmam Hüseyn o məktubda qeyd edir ki, ay Kufə cəmaatı, siz şeytana bəndə oldunuz ki, bu işi gördünüz. Və qiyamət günü xilqətin sonudur, elə deyil. Qiyamət bitir, insanlar ayrılır. Deyir ki, cənnətə gedənlər deyirlər, gedin cənnətə, Yasindədir bu. Birdən Allahdan nida gəlir, vəmtəzul yevm əyyuhəl mucrimun. Dünyadakı kimi deyil, yaxşı pisə qarışsın. Günahkarlara xitab gələr, siz ayrılın, çəkilin, bu yana işim var sizlə. Siz cənnətə gedənlərə qoşulmayın. Ayrılın, gedin, yanın kənarda, sizin yeriniz başqadır. Cəhənnəmə doğrudur sizin yolunuz. Ondan sonra onlara müraciət eləyir. Və Allahın dərdidir, fəryadıdır, Allahın naləsidir. Buyurur ki, ələm əhəd iləykum ya bəni Adəm, əllə tə'buduş-şeytan, innəhu ləkum aduvvun mubin, fəəni'buduni həzə sıratun müstəqim. Ey Adəm övladı, sizinlə əhd bağlamadımmı ki, şeytana bəndə olmayın və mənə bəndə olun ki, doğru yol budur. Və Allahın təəssüfüdür, Allahın fəryadıdır. Sizin xilqətinizin qaynağı, əsası, həqiqəti, mahiyyəti mənə bəndə olmaq idi. Niyə görə məni qoydunuz? İndi cəhənnəmə gedənlərə baxırdı. Niyə görə məni qoydunuz? Getdiniz ona bəndə oldunuz. Getdiniz qolu bağlı şeytanın qulu oldunuz. Görürsünüz ki, axırında da söz budur. Allah və şeytan. Kim Allahın yanında şeytanı görməzsə imanı kamil olmaz. Kim şeytanı tanımazsa, onun hilələrini bilməzsə, təsir mexanizmlərini bilməzsə, o kamil imanlı insan ola bilməz. Sözümün sonunda iki məsələyə toxunmaq istəyirəm. Bir, bugün şəhid mübarizin şəhadət günüdür, doğum günüdür. Allahdan şəhidimizə rəhmət diləyirəm. Bütün şəhidlərimiz əzizdir, şəhidlərin hamısı bizim üçün dəyərlidir. Şəhid mübarizin bir missiyası var idi ki, onun özünə məxsusluğu ondadır ki, sülh şəraitində Azərbaycan xalqının əzəmətini, gücünü, qüdrətini göstərdi, döyüş əzmini göstərdi və göstərdi ki, şəhadət tələbli bu xalqın qanındadır, canındadır və özü də bunun İmam Hüseyn əleyhissalamın məktəbindən qaynaqlandığını bildirdi və bu xalq üçün böyük bir fədakarlıq elədi. Yəni, o tək başına döyüşçülər olan yerə getdi və ölümü gözünə qoyub, şəhadət arzusu ilə, şövqü ilə o misilsiz qəhrəmanlığı göstərdi və elə bil yenidən diriltdi bizi və diriliyimizi göstərdi özümüzə ki, biz diriyik, biz qadirik torpaqlarımızı işğaldan azad eləməyə. Mən heç vaxt boğazdan yuxarı söz danışmamışam. Yəni, mən o pafoslu söz xoşlamıram. Mənim başa düşdüyüm budur, şəhid mübarizin o hərəkətindən, o mübarizəsindən ki, həqiqətən də bu xalqın boynunda o şəhidin də bütün şəhidlərimiz kimi xüsusi haqqı var.